Ermənistan Tavuş rayonundakı hərbi mövqələrindən birini boşaldıb. Unikala istinadən bu xəbəri erməni kütləvi informasiya vasitələri PEK görüntüləri əsasında paylaşıblar. Unikal belə deyək, bunu da yayımlayıb. Qeyd olunub ki, əvvəllər Ermənistan Silahlı Qüvvələrinin mövqeyi Berkaber su anbarının sahilində yerləşib. İndi isə bu post mövcud deyil. 2024-cü ilin aprel ayında Ermənistan və Azərbaycan Tavuş Bağanis Berkaber bölgəsinin bir neçə hissəsində demarkasiya aparmaq barədə razılığa gəliblər. Daha sonra Ermənistan Baş Nazirinin aparatı demarkasiya və delimitasiyanın aparılmalı olduğu hissələri çəhrayı rənglə qeyd edən xəritə dərc edib. Bu xəritə Ermənistan Silahlı Qüvvələrinin mövqeyinin yeri oxla qeyd olunduğu şəkildə verilib. Yeni belə deyək, xəritədə həmin ərazidə demarkasiya və delimitasiya işləri aparılmasa da post ləğv edilib və o 250-300 metr şimal-şərqə geri çəkilib. Xüsusilə yeni fotoda hal-hazırda da sizə təqdim edirik. Ermənistan Silahlı Qüvvələrinin Berkaber su anbarının sahilindəki əvvəlki mövqeyinin artıq orada olmadığı göstərilir. Post sökülüb və səngərlər doldurulub. Təzə PEK fotoşəkilləri 2024-cü ildən bəri baş verən dəyişiklikləri aydın şəkildə qeyd etməyə imkan verir. Hal-hazırda da həmin fotonu sizin diqqətinizə də çatdırırıq. Burada da görüntülərdə də hər şey aydın şəkildə təsvir olunur.